Axşamınız xeyir uşaqlar. Deməli, imtahana qədər bir həftə vaxtımız var və qaydalarımızı təkrar edək. O məqsədlə atdığım fonetika və leksika ilə bağlı olan sınaq testimizin izahını verirəm. Birinci, verilmiş atalar sözünü tamamlamaqla cədvəldəki səhv fikirləri müəyyən edin. Gəlin görək atalar sözümüz hansıdır? Deməli, bəy verən atın dişinə baxmazlar. Aşağıdakı şərtlərə baxaq. Qarşılığı olmayan bütün samitlər işlənmişdir. Qarşılığı olmayan samitlər sonor samitlər L, M, N, R və bir də H samitidir ki, bunların qarşılığı yoxdur. Baxdığımız kimi atalar sözümüzdə də gördüyümüz kimi atalar sözümüzdə H samiti yoxdur. Deməli, bir yanlışdır. Biz səhvi axtarıb tapmalıyıq. Deməli, səhvə fikir verməliyik. Ona görə bir yanlışdır. A çıxdıq A variantına. 2-yə baxaq. Bütün açıq saitlər işlənmişdir. Açıq saitlərimiz hansılardır? E, Ə, A, O, E saitidir. O saiti yoxdur. Deməli, 2 də səhvdir. 3-ə baxaq. 2 olanda çıxsaq. C variantı da getdi. 3-də dodaqlanan saitlər işlənməmişdir. Dodaqlanan saitlər O, Ö, U, Ü yoxdur. Deməli, 3 də yanlış cavabdır. Yəni, doğru cavab deyil, bağışlayın, bizə yanlış cavab lazımdır. 4-də İ səsinin, samitinin cingiltili qarşılığı işlənmişdir. Burada yanlışdır deyir. İşlənmişdir hansıdır? Y samitidir. Deməli, cavabımız D variantı olacaqdır. Bizə də deyir ki, yanlışdanca işlənibdir. Bütün sözlər ahəng qanuna tabidir. Bəy verən atın dişinə baxmazlar. Bəli, bunlarda da hamısında ahəng qanuna tabi olma var. Cavabımız nə oldu? D variantı. İkinci testə baxaq. Hansı sözdə D samitinin kar qarşılığı var? D samitinin kar qarşılığı T-dır. Biz T-nı axtarmalıyıq. Dahilər sözündə D, B variantı qarğıdalı sözündə D samitini eşidirik. C variantında dəftər T-dıya çevrilir. Burada da yoxdur. Deməli, müştəri sözündə də T-nı görürük, ancaq tələffüzlə baxdığımıza görə müxtəlif cinsli kar samit yanaşı gəlir və o ikinci samit nəyə çevrilir? Özünün cingiltili qarşılığı D-ya çevrilir. Deməli, E variantı da olmadı. Cavabımız A variantı, D variantıdır. Palıd sözün sonunda gələn B, D, G, C samitləri nə edir? Necə tələffüz olunur? Özünün kar qarşılığı kimi tələffüz olunur. Üçüncü testimizə baxaq. Cədvəldəki səhvi tapın. Deməli, söz və sinoniminin işləndiyi cümlə. Hədiyyə, bəxşiş sözləri bir-biri ilə sinonimdir. A variantını çıxdıq. Qürbət vətəndən uzaqda olan yerdir. Ancaq burada vətən sözü yazılıb. Elə uşaqlar, səhv cavabımız B variantıdır. Digərlərinə də baxaq. İstəsəz namuslu, ismətli. Bəli, bu sözlər bir-biri ilə sinonimdir. Çeşmə, bulaq, bulaq. Bəli, bu sözlər də bir-biri ilə sinonimdir. Çeşmək ki olanda eynək sözü ilə sinonimdir. Çeşmə, bulaq sözü ilə sinonimli təşkil edir. Asta, yavaş, bu sözlər də bir-biri ilə sinonimdir. Cavabımız B-dir. 4-də kəmiyyətə görə uyğunluğun pozulduğu variantı seçin. Sait səslər, 9 sait səsimiz var. Deməli, hərf işarəsi olan kar samitimiz, bu da 9 dənədir, bərabərdir, düzdür, A getdi. B variantı, qapalı saitlər 4 dənədir, açıq saitlər 5 dənədir, bu da düzdür, getdi. Dodaqlanan saitlər 4 dənədir, incə saitlər isə 5 dənədir. Deməli, cavabımız hardadır? C variantındadır. Çünki böyük işarəsi incə saitlərə tərəf olmalıydı. Qarşılığı olmayan samitlər, dodaqlanmayan saitlər, qarşılığı olmayan 4 dənə, bağışlayın 5 dənə samitimiz var. Dodaqlanmayan da 5 saitimiz var. D variantı da doğrudur. İncə saitlər, deməli, 5 sait var. Qapalı saitlər isə 4 dənədir sayı. E variantı da getdi. Cavabımız C variantıdır.
5-ə baxaq. Hansı cümlədə arxaik söz işlənmişdir? Arxaik sözlər köhnəlmiş sözlərdir. Bunlara da pul adları, belə deyək də, köhnə vəzifə adları, yasavul, kətda, kəndxuda və s. kimi, əşya adları və s. kimi aid etmək olar. Elə cavabımız A variantındadır. Cibimdə bir abbası pulum var. Burada abbası nədir? Köhnəlmiş pul vahididir. Köhnəlmiş sözdür. Yaşının 100-ə yaxınlaşmasına baxmayaraq olduqca nikbindir. Burada köhnəlmiş söz yoxdur. Xudayar bəy gördü ki, ata ilə oğlun mükalimə diyaloqdur. Deyil. Bu da C variantı da deyil. B də deyil. Bəsdir mənə verdiyin xiffət. Burada da xiffət sözü deyil. Düşmən belə olsa bayrağına həqarət etməyəsən. Burada da həqarət sözü, yəni köhnəlmiş söz sayılmır. Həqarət belə deyək də nifrət, nifdir belə, nifrət deməkdir. 6-da hərflərin yerini elə dəyişin ki, aşağıdakı mənanı ifadə edən söz alınsın. Danışıq səslərindən bəhs edən elmdir. Danışıq səslərindən bəhs edən elm fonetikadır. A variantında leksikadır. Deməli, B variantında, elə B variantda fonetika. Çünki E variantı morfologiya, D variantı morfemika olar. Belə, yəni bunları çıxsaq, qalacaqdır nə? B variantı. Deməli, 7-də sillogizmi tamamlayın. Birinci hökm antonimlər eyni nitq hissəsinə aid olur. Adətən sillogizmlərdə cavab elə birinci hökmdə olur. İkinci hökm balaca, hündür sözləri bir-biri ilə antonimdir. Deməli, nə dedi? Antonimlər eyni nitq hissəsinə aid olur. İkinci hökmdə isə deyir, balaca, hündür sözlər bir-biri ilə antonimdir. Birinci hökmdə də dedi ki, antonimlər bir-biri ilə antonimlər eyni nitq hissəsinə aid olur. Deməli, balaca, hündür sözlərdə necə olacaq uşaqlar? Ümumi qrammatik mənası eyni olacaq. Yəni, eyni nitq hissəsi olacaqdır. Cavabımız C oldu. 8-də hansı sözün mənası düzgün göstərilməyibdir? Yəni, xeyriyyə məqsədi ilə toplanılan puldur, düzdür. Kahin qədimdə din xadimi ruhani, düzdür. Qraf su və başqa mayelər tökmək üçün şüşədən yaxud billurdan dar uzun boğaz qabdır. Xeyr, uşaqlar, bu qrafindir. Qrafin, C variantıdır cavabımız. Qraf Avropada zadəgan rütbəsidir. Qissə, rəvayət, hekayə düzdür. Qahmar, kömək, tərəfdar düzdür. C variantıdır burada. Korrektor sözündə tələffüzlə baxacağıq. Deməli, burada nə olacaq? Korrektor. Tor bitişik yazdım. Üzrü hesab eləyin. Deməli, tələffüz zamanı sayı bir vahid azalır. Təbii ki, dodaqlanan sayda olacaqdır. O nəyə çevrildi? A-ya. Biz də tələffüzlə baxdığımıza görə D variantını qeyd etdik. 10-cu. Verilmiş sözün amonimliyinin düzgün izah edilmədiyi variantı seç. Söz düz sözüdür. Deməli, düz sözü qurunun hamar, alçaq hündürlük fərqləri az olan hissəsi, yəni mil düzü, muğan düzü, coğrafiyada termindir. A getdi. B variantı doğru, düzgün, həqiqi, bu da düzdür. Açıq, birbaşa, düz danışmaq, birbaşa danışmaq, C variantı zərf kimi düzdür. Sıra ilə yerləşdirmək, qoymaq, boşqabları düzmək, qoymaq düzdür. Deməli, səhv olan nədir? Kələ-kötür, girintili, çıxıntılı. Bax, bu onun əksini mənasıdır. E variantıdır. 11-də sözlərdən hansında Y səsi var? Bacı oğlu, bacı oğlu kimi tələffüz olunur. Teatrdır, qənaətdir, müalicədir. Necə yazılır, o cür tələffüz olunur. Deməli, nə oldu? Ailə sözü. Y artır. Deməli, gəldik 12-ci testdə. Hansı sözdə uzun tələffüz edilən 2 sait var? 2 sait deyirsə, uşaqlar, adətən anə, yanə şəkilçisi yadımıza gəlməlidir bizim. Çünki anə, yanə şəkilçisi olan sözlərdə, deməli, anə, yanə şəkilçisi olan sözlərdə adətən nə olur? Demişik ki, 2 uzanma məqamı olur.
Bir sözün özünün tərkibindəki sait uzanır, bir də ani şəkilçisinin tərkibindəki sait uzanır. Buna da biz istisna demişdik. Mərdanə sözü xaric, mərd sözünün tərkibindəki sait uzanmır. Qənaət uzanır, sənaye bir uzanma var, laləzər bir uzanma var. Ancaq malikanə sözündəki iki saitin uzandığını biz gördük. Malikanə iki uzanma məqamı var. Deməli 13-də hansı sıradakı sözlərə deməli saitlə başlanan şəkilçi artırdıqda qığı, k-yə əvəzlənməsi baş vermir. Baxaq elə ın şəkilçisi artırsaq biləcəyik. Dialoqun, kürkün, türkdür, kürkdür, təkəcalı sözlərdir. Bunlarda k-yə əvəzlənməsi baş vermir. Sözün sonunda gələn qıda alınma sözlərdə ğıya çevrilmir. Elə cavabımız A-dır. Çünki B variantında küləyin dəyişdi. D variantında qalığın, balığın dəyişdi. C variantında qatığın dəyişdi. E variantında buruğun dəyişdi. Dayanacağın da həmçinin cavab A oldu. Deməli, keçdik növbəti testimizə. Uşaqlar, burayıq. Keçək digər testimizə. 14-cü testlə davam edək. Deməli, nə deyir burada? 14-də cümlələrdən birində verilmiş sözün sinonimi düzgün işlənməyib. Xar sözüdür. Baxaq, dünyadan köçərdim mən üzü qara. Elə xar üzü qara xəcalət deməkdir. A düzdür, çıxdıq bunu. Fəhmli, dərrakalı, intuasiyalı düzdür B variantı. Bilikli sifətdir, elmlə hünər. Elm, hünər buradakı qoşmalı sözlərdir, isimdir. Biz də deyirik ki, sinonimlər mütləq eyni nitq hissəsinə aid olmalıdır. Cavab elə C variantıdır. Simic xəsis sözü ilə sinonimdir. Mətin, mətanətli, sarsılmaz sözü ilə sinonimdir. Bunda çıxdıq. Deməli, gəldik nəyə? 15-ci testdə sonundakı kar samiti deyir. Cingiltili qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər. B variantındakı sözlərin sonunda cingiltili samitlərdir. Deməli, D variantında bağ sözündə son samit cingiltilidir. Deməli, qaldı bizdə A, C, bağışlayın A, E variantı. Niyə C variantında çıxırıq? Çünki tağ sözündəki ğ cingiltilidir. Qaldı A variantının E variantı. Deməli, E variantına da baxaq. Miqyas sözündəki son samit S hərfini Z ilə əvəz etsək, miqyaz elə bir sözümüz də yoxdur. E-də çıxdığına görə qaldı A variantı. Qəlb saxta deməkdir. Cingiltili qarşılığından əvəz edəndə qəlb, könül, ürək olur. At, heyvan bildiyimiz addır. Cingiltili qarşılığından əvəz edəndə ad, isim olur. A variantıdır. 16. Ahəng qanunu hansı sözdə pozulmuşdur deyəndə baxırıq elə B variantı bədahətən, həmincə həm qalın sait var. Deməli, baxdıq biz nəyə? 17-ci testimizə uşaqlar. 17-ci testdə nə deyir bizə? Fikirlərdən biri səhvdir. Göy müxtəlif nitq hissələrinə aid amonim sözdür. Bəli, göy, səma isimdir. Göy rəng kimi bildirəndə də sifət olur, düzdür. Qədər yalnız qrammatik mənası olan söz kimi işlətmək mümkündür. Bunu saxlayaq. Kök həm çox mənalı, həm də amonim kimi işlənən sözdür. Bəli, otun kökü, insanın kökü artıq bu çox mənalı olur. Bir də bədəncə kök, tərəvəz kök həm amonim, həm çox mənalı oldu. Qastrol başqa şəhərdən və ya ölkədən gəlmiş artistin yaxud teatrın, sirkin tamaşası düzdür. Güney, quzey bir-birləri ilə antonim isimlərdir. Bu da getdi. Qaldı B variantı. Qədər qismət mənasında isim kimi yalnız bir leksik mənası olsa da qrammatik mənası deməli həm isim, həm də qoşma kimi işlənə bilən sözdür. B variantı yazarlar, bir də yazarlar.
fonetik təhlilində nəyin həm olub, həm də olmadığını düşünmək olar. Deməli, uşaqlar iki cür təhlil edə bilərik. Bir feil kimi olacaq yazarlar, bir də yazarlar, kimi təhlil edə bilərik. Deyir, həm olub, həm olmadığını düşünmək olar. Eyni cinsli samitlərin qoşa işlənməsini fikir verdiyimiz kimi uşaqlar burada bunlarda ancaq deməli qaldığımız yerdən davam edirik. Yazarlar, bir də yazarlar sözündə dedik ki, tələffüz qaydasına uyğun olaraq yazarlar və yazarlar kimi olduğunu nəzərə alsaq, eyni cinsli samitlərin qoşa işlənməsi bu nəzərə alınır. Bir getdi, A getdi. Deməli, uşaqlar, bir olan getdi. A variantı, B variantı. 3R səsinin mövcudluğu yazarlar şəklində olanda, bir də yazarlar şəklində olanda 3R-nı həm düşünə də bilərik, düşünməyə də bilərik. 2 ilə başlayanlar olacaqdı. C variantında çıxdıq. Qarşılığı olmayan 3 samitin işlənməsi hər iki məqamda, yəni istəyir yazarlar şəklində, istəyir yazarlar şəklində olsa da qarşılığı olmayan 3 samit olur. 3 olanı da çıxsaq, deməli A, B, C variantını çıxmışdıq. Qaldı E variantı. Yenə də izaha baxaq. Vurğunun sonuncu hecada olması ad kimi olanda vurğu sonuncu hecadadır. Feil kimi olanda yazarlar şəklində olanda vurğu əvvələ düşür. 5-də də 2 L səsini 2 dəfə işlənməsi, bəli, feil kimi olanda 2 L var, ancaq ad kimi olanda bir dənə. O baxımdan E variantı. 19. Aşağıdakı birləşmələrdən hansında birinci tərəfin son cingiltili samiti kar qarşılığına keçmir? Son cingiltili samiti deyir, kar qarşılığına keçmir. Biz də bilirik ki, B, D, G və C samitləri özlərinin kar qarşılığına keçir. Nə zaman özlərindən sonra samitlə başlayan söz və yaxud da şəkilçi gələrsə. Ahəng qanunda deməli G-dan sonra samit gəlib, A getdi. B variantı bulud topası, D-dan sonra samitlə başlanan söz gəlib, B-da getdi. C variantına ümumiyyətcə heç baxmarıq. Niyə? Bizdə cingiltili samit deyir. Burada idrakın özü, K samitin özü kardır. C getdi. Ürək döyüntüsü. 2-dan sonra samitlə başlanan söz gəlir. Həm də K özü də kardır. D getdi. Qaldı E variantı. C samiti ilə bitən qılınc sözündən sonra saitlə başlanan söz gəldiyinə görə kar qarşılığına keçmir. Necə yazılır? O cür qalır. Deməli, B, D, G, C samitlərindən sonra, samitlə bitən sözlərdən sonra saitlə başlanan söz gəldikdə həmin samitlər olduğu kimi qalırlar. Keçdik 20-yə uyğunsuzluğu müəyyən edək. Bizdən uyğunsuzluq istəyir. Mayak gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. A getdi, düzdür. Tala meşədə kiçik açıq sahədir, düzdür. Həm də amonim söz daha. Heykəl köksdən yuxarı abidə, xeyr, buna büst deyirlər. Elə C variantıdır. Ümman böyük dənizdə, okeanda. Sözlərin mənalarına da fikir verin. Uşaqlar mətn testlərində düşə bilər. Yekdillik, birlik, mütəşəkkillik deməkdir. Bəli. Cavabımız C oldu. 21-də sözlərdən hansının müxtəlif qrammatik mənaları olsa da yalnız bir leksik mənası var. Yaramaq, bir işə yaramaq, feil kimi, bir də əlimizdəki yara. Həm müxtəlif leksik mənası var, həm də müxtəlif qrammatik mənası var. A getdi. Baş sözünün bir leksik, yalnız bir də qrammatik mənası var. Bildir sözünün vurğuya görə mənası dəyişir. Həm zərf kimi, həm feil kimi işlənir.
Deməli, leksik mənası da fərqlidir, qrammatik mənası da fərqlidir. C də getdi. Tapıldı. Bir leksik, bir qrammatik mənası var. Qaldı E variantı. Müxtəlif qrammatik mənaları var. Yəni, zərf və qoşma kimi işlənir. Ancaq bir leksik mənası var. O da zərf kimi işlənəndə bir leksik mənası olur. 21-də E variantıdır. 22-ci testimizə baxırıq. Deməli, antonimlər. Antonimdir, sinonimdir. A. Arxain, nigaran, əqidə, məslək sinonimi. Düzdür bu. Əli açıq, xəsis, bir-birinin əksidir. Asta, yavaş. Düzdür, B getdi. C variantı alqış, qarğış. Düzdür, deməli, antonimdir. Nəticə, yekun, sinonimdir. Düzdür. Eniş, yoxuş, antonimdir. Göy, səma, sinonimdir. Getdi. E variantı cavabımız edir. Niyə? İrəli, geri, deməli, düz olsa da alçaq, hündür olmayan. Biz bilirik ki, sinonimlər mütləq eyni nitq hissəsinə aid olmalıdır. Hündür olmayan feili sifətdir. Alçaq isə nədir? Sifətdir. Cavab edir. 23-cü testə baxaq. Hansı sözdə dodaqlanan sait işlənmişdir? Tələffüzlə baxacaq. Konfet, o aya çevrilir, yoxdur. Konflikt, o aya çevrilir, yoxdur. Konkret, o aya çevrilir, yoxdur. Kalbasa, o aya çevrilir, dodaqlanan sait yoxdur. Kompas, kampas kimi deyə bilmirik. Vurğu onun üzərinə düşəndə biz bilirik ki, o kimi də tələffüz olunur. B variantıdır. 24-də aşağıdakı xüsusiyyətlər hansı sözə aiddir? Amonim həm də çox mənalıdır. Qrammatik mənalarından biri sifətdir. Feil kimi antonimi var. Deməli, şor feil kimi işlənmir. Say, isim və feil kimi işlənə bilər. Sil feildir. Çal, sifət və feil kimi işlənə bilər. Gəlin görək, çox mənalı ola bilirmi? Xeyr, qaldı A variantı. Al bir rəngdir. Bir də nəyisə əldə etmək, almaq. Çox mənalı söz kimi də işlənəndə söz almaq, xəbər almaq. Qrammatik mənalarına biri sifətdir, dedik rəng kimi. Feil kimi də antonimi olur. Al, əksi də ver. A variantıdır. 25 sözlərin birində eyni hərf iki müxtəlif səsi ifadə edilmişdir. Korrektor, elə burada A variantıdır uşaqlar. Korrektor, 2 dənə O var, eyni səsdir. Biri A, biri də O kimi olur. Teatrda elə bir məqama rast gəlmirik. Təəssüflə sözündə ənin biri düşür, ənin biri düşür. Deməli, uşaqlar bircə dəqiqə, ənin biri düşür, digəri də uzun tələffüz olunur. Yəni, axırdakı ədə eyni səsi verir. Bu da deyil, dostluq sözündə, burada deməli, tələffüzdə sözün sonu S-tı, F-tı, Ş-tı, X-tı, samit qoşalaşması ilə bitərsə, müxtəlif cinsli samit qoşalaşması ilə bitərsə, samitlə başlanan şəkilçi əlavə etdikdə T düşür. Yəni, burada eyni hərf, elə bir hərf yoxdur ki, müxtəlif səsləri ifadə etsin. D variantında çıxsaq, çəkic sözü qalır. Burada müxtəlif hərflər eyni səsi ifadə edir. Bunda çıxdıq, qaldı A variantı yenə də. Yəni, çıxdıq. 26-da nə istəyir? Verilənlərdən heç birinə aid olmadığı sözü seçin. Qədim şəhər hasarları üzərində tikilən müşahidə yeri bürcdür. Ah var. Çətin dağ zirvələrinə çıxan adam alpinisti var. Hərbiçilərin bayram şərəfinə təntənəli keçidi parad var. Müəyyən bir işlə əlaqədar səfərə göndərilmə ezamiyyəti var. Qaldı nə? B variantının izahı yoxdur. 27. Bütün sıraları tamamlayacaq saiti seçin. Ü, Ö, U, gəlin görək, nə ola bilər? Burada hamısı qapalı deyil. Ona görə yəqin ki, A olmayacaq, Ü olmayacaq, I olmayacaqdır. 2-də A, E də varsa, deməli, nə olacaqdır? O variantı. Ü, Ö, U, O. Dodaqlanan saitlər baxımından O olacaq. 2-də açıq saitlər baxımından yenə O olacaqdır.
3-də də qalın saytlar baxımından yenə o olacaqdır. B variantı. 28-də izahlı lüğətdə bu məlumata rast gəlinmir. Sözün qrammatik mənası verilir. Yəni, hansı nitq hissəsinə aid olduğu verilir. Sözün birləşmə və cümlə daxilində işlənməsi var, nümunə göstərilir. Sözün leksik mənası mütləq verilir. Sözün amonimliyi göstərilir. Sözün etimologiyası, etimoloji izahı ayrı etimologiya lüğətində verilir. Hələlik.